76 yaşlı qadın pasiyentimiz bir ay öncə bizə disfagiya şikayəti ilə müraciət etmişdi. Qida qəbulundan sonra qida keçmir deyirdi. Qıcqırma, yanma, göynəmə şikayətləri də var idi yanaşı olaraq. Pasiyentimizə müalicə təyin etmişdi. Müalicədən sonra qida borusu tərtəmiz, yəni yaralardan sağalır. Səpkiləri yoxdur hal-hazırda. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.